Salam cənab treyderlər və investorlar. Sizinlə layihə Guru Markets şirkət haqqında ümumi məlumatdan başlayaq. Əgər maraqlanırsınızsa, videonu dayandıra bilərsiniz. Sözügedən təşkilatın hər bir göstəricisine daha diqqətlə baxa bilərsiniz. İndi isə şirkətin cari fundamental göstəricilərinə baxaq. Korn Ferry, ticker KFY. Bu icmal 21 aprel 2025-ci il tarifinə olan məlumata əsaslanır. Təsnifatına görə Guru Markets şirkət Korn Ferry alt kateqoriyaya aiddir. Outsource staff qiymətləndirmədə 34 təşkilat iştirak edir. Bu çox təmsil edicidir. Bu videonun sonunda son həlləri görəcəyik. Şirkət üçün ümumi nəticə 10 baldan 7 bal. Alt kateqoriya üzrə orta nəticə 2,3 baldır. Çox geniş baxsanız, ümumilikdə bütün birja daxilində. Bütövlükdə ABŞ fond bazarı üzrə orta reytingin 1,8 bal olduğunu görürük. Şirkət üçün 7 ballıq reytingə qarşı Korn Ferry. Şirkətin səhmlərinin qiymətinin hərəkətini müqayisə etmək. Korn Ferry və alt kateqoriyalı paylaşımlar. Son 12 ayda şirkətin səhmlərinin olduğunu görürük. Korn Ferry 0,4%lik dinamika nümayiş etdirib. 1,4% alt kateqoriyasında qiymət dinamikasına qarşı. Bu mütləq heç nə demək deyil, amma bu faktı nəzərə almalısınız. Şirkətin bazar kapitallaşması Korn Ferry 3,14 milyard dollardır. Və alt kateqoriyanın kapitallaşması 94 milyard dollardır. Korn Ferry 3,334% paya malikdir və alt kateqoriyada yer alan kiçik şirkətlərdən biridir. Şirkətin balans kapitallaşması 1,79 milyard dollardır. Və alt kateqoriyanın balans kapitallaşması 24 milyard dollardır. Korn Ferry payı 7,415% təşkil edir. Bazar və balans dəyərinin paylarını müqayisə etdikdə aşağıdakıları görürük. İşğal olunmuş pay Korn Ferry alt kateqoriyada bazar dəyəri qiymətləndirildikdə 3,334% təşkil edir. Balansın kapitallaşması 7,415% təşkil edir. Bu, mübadilə dəyərinin payından 122% çoxdur. Alt kateqoriyada təşkilatın bazar və balans kapitallaşma payının qiymətləndirilməsi yaxşı 1 bal. Təhlil edilən şirkətin borc öhdəlikləri 0,572 milyard dollar təşkil edir. Balans dəyərinə maliyyə öhdəlikləri kapitalın 32%-ni təşkil edir. Şirkətin borc öhdəliklərinin səviyyəsinə görə bal yaxşı 1 bal. Şirkətin bazar qiymətinin mənfəətinə balansı 12,9-udur. 36,3 alt kateqoriya üçün orta göstərici ilə bu alt kateqoriya üzrə orta göstəricidən 64% aşağıdır. Alt kateqoriyadakı şirkətlərlə müqayisədə şirkətin bazar qiymətinin mənfəətə nisbətinin qiymətləndirilməsi çox yaxşı 2 bal. Son 12 ayda mənfəət 243 milyon dollar olub. Gələcək 12 ay üçün gələcək mənfəətin 260 milyon dollar olacağı gözlənilir. Bu, hazırki göstəricidən 6,7% çoxdur. Proqnozlaşdırılan gələcək mənfəət göstəricisinin alt kateqoriya ilə müqayisədə qiymətləndirilməsi yaxşı 0,5 bal. Şirkətin qiymətinin gəlirə nisbəti 1:1-dir. 1,4 alt kateqoriya üzrə orta göstərici alt kateqoriya üzrə orta göstəricidən 21% aşağıdır. Birja qiymətinin göstəricilərinin onun gəlirinə alt kateqoriyadakı göstəricilərlə müqayisədə qiymətləndirilməsi yaxşı 0,5 bal. Son 12 ayda gəlir 2,740 milyon dollar olub. Növbəti 12 ay üçün proqnozlaşdırılan gəlirin 2,910 milyon dollar olacağı gözlənilir. Və bu, indikindən 6% çoxdur.
Proqnozlaşdırılan gələcək gəlir göstəricilərinin alt kateqoriyadakı göstəricilərlə müqayisədə qiymətləndirilməsi yaxşı 0,5 bal. Marja 8,9%, alt kateqoriyada isə orta hesabla 3,8% təşkil edir. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasında fərq 5,1% təşkil edir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə gəlirliliyin qiymətləndirilməsi yaxşı 0,5 bal. Alt kateqoriyada işçilərin sayı baxımından şirkətin payı 2,557% təşkil edir. Bu, bazar kapitallaşma payından 30% azdır. Və bu fakt şirkətin cari mübadilə dəyərinin balanssızlığını əks etdirir. Korn Ferry, çox güman ki, yenidən qiymətləndirməyə doğru. Təşkilatın bir işçisinə düşən bazar kapitalının məbləği $346.000 bərabərdir. Alt kateqoriya üçün isə $265.000. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasında fərq 30,6% təşkil edir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə bir işçiyə düşən kapitalın miqdarının qiymətləndirilməsi dözümlü 0 bal. Şirkətin bir işçiyə düşən mənfəəti $26,800. Alt kateqoriya üzrə orta qiymət $7,300. Və alt kateqoriya orta göstəricisi ilə şirkətin performansı arasındakı fərq 267%-dir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə bir işçiyə düşən mənfəətin qiymətləndirilməsi yaxşı 0,5 bal. Təşkilatın hər bir işçisinin gəliri $302.000. Alt kateqoriyaya görə $195.000. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin performansı arasındakı fərq 55%-dir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə şirkət işçisinə düşən gəlirin qiymətləndirilməsi yaxşı 0,5 bal. Səhmlər qısa 1,7%, alt kateqoriya orta 4,9%-dir. Bu mümkün qısa sıxılmanın göstəricisidir. Göstərici RASI 14 şirkət üçün %37 səviyyəsini göstərir. Korn Ferry. Alt kateqoriyada isə RSI səviyyəsi 14, təxminən 43% təşkil edir. Potensial olaraq alt kateqoriyadakı qiymətli kağızlar səhmlərlə eyni şəkildə kotirovka edilir. Korn Ferry. Şirkətin səhmlərinin faktiki qiymətləndirilməsi təxminən $60,73. Şirkətin səhmləri üçün konsensus qiymət hədəfi təxminən $78,76. Faktiki qiymətin dinamikası və konsensus proqnozu təxminən 30% təşkil edir. Gəlin sifarişlər cədvəlinə keçək, o mövcuddur, ona keçid bağlanmış şərhdədir. Sifariş cədvəli müəyyən bir mövsümdə səhm qiymətləndirmə məlumat və arayış sistemi tərəfindən açıq şəkildə qəbul edilən bütün qərarları ehtiva edir. Guru Markets. Sifariş cədvəlinə giriş pulsuz və açıqdır. Link bağlanmış şərhdə. Qiymətli kağızların qiymətləndirilməsi nəticəsində Korn Ferry. Məlumat və arayış qiymətləndirmə sistemi Guru Markets qərar qəbul edilir. Səhm üçün $60,72 açıq alış sifarişi. Sifariş şirkətin kifayət qədər yüksək reytinqə malik olması səbəbindən açılıb. Təşkilatın qiymətləndirməsi qiymətləndirmə meyarları AKİMin indeksi əsasında aparılmışdır. Mənfəət götürmək 65,68 səviyyəsində müəyyən edilmişdir. Stop loss 55,76 səviyyəsində müəyyən edilib. Sifarişin mənfəət götürmək və ya zərəri dayandırmaq yolu ilə bağlanmadığı halda, sonra əməliyyat 21 may 2025-ci il tarixli mübadilə sessiyasının nəticələrinə əsasən müstəqil şəkildə bağlanır. Və ya bu tarixdən əvvəlki son iş günündə. Ticker, ZÖP, balanslaşdıran satış ticarətidir. Balanslaşdırma ticarəti ilə bağlı video bu kanalda yayımlanacaq və ya artıq yayımlanıb. Sifarişlərdən birini bağlayarkən, əsas və ya balanslaşdırma. Əks sifariş cari qiymətlə müəyyən edilir.
Sona qədər izlədiyiniz və məlumat və istinad sistemindən istifadə etdiyiniz üçün hamınıza çox sağ olun Guru Markets. Siz həqiqətən ən yaxşı tamaşaçısınız.